şagirdlər və müəllimlər. Bugün yeni çıxmış 2025 Fizikadim toplusunun ikinci hissəsindən ilk mövzunun testlərinin izahına baxacaq. Gəlin onda başlayaq. Mövzumuzun adı elektrik yükü və Kulon qanunudur. Birinci sualda mənə deyir ki, 1 amper cərəyan şiddətində naqilin en kəsiyindən 1 saniyədə keçən yükə nə deyilir? Aydın məsələdir ki, mənə deyir ki, amper vur saniyə nəyə bərabərdir? Amper vur saniyədə kulon, yəni elektrik yükünün açılışıdır. Cavab olur D variantı. Gəlirəm 2 nömrəli suala. Elektrodinamikanın sükunətdə olan elektrik yüklü cisimlərin xassələrini öyrənən bölməsi necə adlanır? Elektrostatika adlanır. 3 nömrəli sual. Elektrik yükü -5Y olan damcı özünə 3 elektron birləşdirdi. Damcının yükü nə qədər olar? Baxın, -5Y yüküm var. 3 elektronda birləşdirdim. Yəni üstünə gəlirəm -3Y elektronumu. O zaman bunun yükü olur -8Y. Yəni cavab olur Y variantı. 4 nömrəli sual. Sürtünmə zamanı cisim neçə elektron itirməlidir ki, onun yükü 16 nankulona bərabər olsun? Q bərabərdir, düsturum N7. Buradan da N istəyir, yəni yükün sayını. Q bölünsün Y. Q 16 nankulondur, yəni 16 vursun 10 üstü -9 kulondur. Bölünsün 1,6 vurulsun 10 üstü -19. Buradan da 0 çəksək, bu 10 üstü -8 qalar. 16'larım gedər, 10 üstü -9 sürətə çıxardanda 10 üstü -9 olar. 10 üstü -9, 19 ilə da belə yazaq. 10 üstü 19 vurulsun 10 üstü -8. Bunları toplasam, edər 10 üstü -11. Yəni cavab olur D variantı. 5 nömrəli sualda neytral cisim sürtünmə nəticəsində 10 üstü 10 sayda elektron itərsə onun yükü Q bərabərdir NY. Buradan da yerinə qoyuram. N'im 10 üstü 10'dur. Y'də 1,6 vurulsun 10 üstü -19'dur. Bunun üstləri toplayanda 1,6 vurulsun 10 üstü -9 alıram. -9 deyən nankulondur. Yəni cavab olur 1,6 nankulon. D variantı. 6 nömrəli sual. Bir cins elektrik daxilindəki 2 nöqtəvi Q1 və Q2 yükünün qarşılıqlı təsir qüvvəsi hansı ifadə ilə təyin olunur? F bərabərdir K Q1 Q2 bölünsün epsilon R kvadratı düsturundan tapılır. Yəni cavab Y-dir. Elektrik yükün vahidi hansıdır? Kulondur. Elektroskop nə üçün istifadə olunur? Cisimlərin elektriklənməsini müəyyən etmək üçün, yəni C-dir. Elektrik yükünün saxlanma qanunu hansıdır? Deməli, elektrik yükün miqdarı sürətdən asılı deyil, xeyr. İstənilən sistemdə zərrəciklərin yüklərinin cəbri cəmi sabitdir, bu da deyil. Qapalı sistem təşkil edən zərrəciklərin yüklərinin cəbri cəmi sabit qalır. İstənilən sistemin yox, qapalı sistemin. Cavab C variantı. 10 nömrəli sual. 2 nöqtəvi yük arasında Kulon qarşılıqlı təsir qüvvəsinin modulunun yüklər arasındakı məsafədən asıllıq qrafiki. Bayaq düsturu yazdıq. Baxıram ki, F R-lə vurulur, yəni tərs asılıdır. B variantı. 11 nömrəli sual. Cismin yükünün modulunun ondakı artıq elektronların sayından asıllıq qrafiki. Q bərabər NY. Baxıram ki, yüküm sayla düz asılıdır. Yəni cavab olur Y variantı. 12 nömrəli sualda bizə deyir ki, hansı kəmiyyət təyin olunur? Bu qəbul sualıdır. Buradan tapıram. Baxın, buradan mən R-i tapsam, alınır kök altında K, Q1, Q2 bölünsün epsilon vurulsun. Epsilon yoxdur bu düsturda, F sadəcə. Yəni cavab olur nöqtələr arasındakı məsafə A variantı. 13. Yükü müsbət 5Y olan cisimdə elektronların sayı dəyişir. Və bundan sonra cismin yükü 9 elektron olur. Bu zaman elektronların sayı. Baxın, bunun yükü artıbsa, yəni müsbət yükü artıbsa, deməli mənfi elektronlar çıxıb bundan. Yəni bunun elektronları 4 vahid azalıb ki, bu müsbət yüklənib. Mənfi bu cismi tərk edib ki, bunun müsbət yüklərinin sayı artıb. Ona görə cavab olur B variantı. 14 nömrəli sual. Sükunətdə olan 2 nöqtəvi yük arasında Kulon qarşılıqlı təsir qüvvələrin istiqaməti hansı şəkildə düzgün təsvir edilmişdir? Hər ikisi eyni yüklüdürsə, eyni işarəli yüklər bir-birini itələyir. Yəni cavab olur B variantı. Gəlirəm 15 nömrəli suala. Burada da əks işarəlidir. Əks işarəli yüklər isə bir-birini cəzb etdiyi üçün cavab D-dir. 16 nömrəli sual. Elektroskopun iş prinsipi hansı hadisəyə əsaslanır? Eyni işarəli yüklərin bir-birini itələməsinə. 17 nömrəli sual. Elektrik sahəsinin qüvvə xətlərinin mənzərəsinə görə yüklərin işarəsini müəyyən edin. Mən bilirəm ki, müsbət yükdə intensivi xətlər özündən çıxır.
-3 də isə özünə daxil olur. Baxıram Q1-də yüklü xəttlər özündən çıxır. Deməli bu müsbətdir. Q2-də isə daxil olur. Deməli Q2 mənfidir. Q1 müsbət, Q2 mənfi B variantı. 18 nömrəli sual. Elektrik sahəsinin qüvvə xətlərinin mənzərəsinə görə Q1 və Q2 yükünü tapın. Baxın, Q1-ə daxil olur, deməli Q1 mənfidir. Q2-dən çıxır, deməli Q2 müsbətdir. Q1 mənfi, Q2 müsbət, cavab olur A variantı. 19 nömrəli sualda deyir ki, yükü 8 mikrokulon olan kürənin mərkəzi ilə yükü 8 nankulon və radiusu 20 mm olan başqa bir kürənin səthi arasındakı minimal məsafə 6 cm-dir. Kürələr arasındakı kulon qüvvəsini hesablayın. Baxın, mən bunu necə tapacağım? 2 dənə kürə çəkəcəm. 2 dənə kürəni çəkdim. Və mənə deyir ki, bu kürələrin yüklərini verib, gəlin yüklərini qeyd edək. Birinə deyir ki, yüklə 8 mikrokulondur. Bunları düsturda yazanda açarıq. Digəri isə 8 nankulon yükə malikdir. Bunu verib. Mənə deyir ki, yükü 8 nankulon və radiusu 20 mm olan kürə. Deməli, 8 nankulon yüklü kürənin radiusu 20 mm-dir. 2 cm və ya 0,2 metrdir. Metrinə yazaq. Aha, bunun radiusunu verim. Və bizə deyir ki, bu kürənin səthi ilə arasındakı minimal məsafə 6 cm-dir. Yəni, baxın, bu kürənin mərkəzindən, bax, bunun mərkəzindən, bunun səthinə qədər olan hissə. Yəni, bax, bu sarı hissi ilə göstərdiyim yer 0,6 metrə bərabərdir. Onda mən bunlar arasındakı məsafə bilirəm ki, bir kürənin mərkəzindən digərinin mərkəzinə qədər olan məsafədir. 0,6 ilə 0,2-ni toplayaram. Bu mənə verər 0,8. Sonra da hər birini yerinə qoyub kulon taparam. F bərabərdir K, Q1, Q2 bölünsün epsilon R kvadratı. İndi burada hamısını yerinə qoyaq. Deməli, K 9 vurun üstü 9 deyilə sürətdə yazıram. Vurulsun. Q1 8 mikrokulondur. Yəni 8 vurulsun 10 üstü mənfi 6 kulon vurulsun. Q2 isə 8 nankulondur. Yəni 8 vurulsun 10 üstü mənfi 9. Bölünsün epsilon 1'dir. R kvadratım 0,8 8 vur 10 üstü mənfi 2 yazıb kvadrata yüksəldərəm. 64 vur 10 üstü mənfi 4. Elə burada ixtisarlarıma apararam. Baxın 64 ilə 8'lərim gedər. Yuxarıda bir dənə 9 qalar. Yuxarını hesablayanda 10 üstü mənfi 6 ilə 10 üstü mənfi 9, 10 üstü mənfi 15 edir. O 10 üstü elə mənfi 9 ilə müsbət 9 aparıram. Qalar 10 üstü mənfi 6. 10 üstü mənfi 4 də sürətə qalxanda müsbət 4 olar. Edər 9 vur 10 üstü mənfi 2. Bunda milli-newtona keçmək üçün mən bunu belə deyərəm. 1 milli-newtonum 10 üstü mənfi 3'ə bərabər olduğu üçün 0,9 vur 10 üstü mənfi 3 yazaram. Yəni 0,9 milli-newton. Cavab olur B variantı. Keçək növbəti sual. Aha, 20 nömrəli sualda yenə eyni tiplidir. Bizə deyir ki, yükü Q1 olan kürənin mərkəzi ilə Q2 bərabər 4 mikrokulon və radiusu 10 mm olan başqa bir kürənin səthi arasındakı minimal məsafə 3 cm-dir. Kürələr arasındakı kulon qüvvəsinin qiyməti 90 mN olarsa, Q1 yükünün qiymətini hesablayın. Yenə 2 dənə çevrə çəkirəm. İndi mənə deyir bunların birinin yükü yoxdur, Q1 yazıram. İkincinin yükünü mənə verib 4 mikrokulon. Sonra və radiusunu verib ikincinin. Deməli 10 mm, yəni mən bunu yazaram 0,1 metr. Aha. Və bunlar səthi ilə digərinin mərkəzi arasındakı məsafə, baxın bu məsafəni isə mənə verib 3 cm, yəni 0,3 metr. Yenə R radiusumu taparam. 0,3 ilə 0,1'i toplayaram. Bu edər 0,4. Sonra düsturumda 90 Newton'da F'i verib mi? Q1'i taparam. Düsturumuz belədir ki, F bərabərdir K, Q1, Q2 bölünsün epsilon R kvadratıdır. Buradan da Q1'i istəyirsə, Q1'i tapanda düstur belə olur. Deməli, epsilon R kvadratı vurulsun F bölünsün K vurulsun Q2. Gəlin indi mənə verilənlərin hər birini yerinə qoyun və hesablayın. Deməli, epsilon 1'dir, heç yazmayacağım. R kvadratı deyir. Baxın, R'i yenə bayaqçı kimi yazaram 4 vur 10 üstü mənfi 2. Bunun kvadratı yüksəldərəm, yazaram 16 vur 10 üstü mənfi 4. 90 milli-newtonmu yazaram 90 vurulsun 10 üstü mənfi 3. Bölünsün. K'nı verib 9 vur 10 üstü 9.
Q2'mi də 4 mikrokulon verib, yəni 4 vur 10 üstü mənfi 6. Deməli, buradan ixtisarlarımı aparsam, baxın 9 ilə 90 gedər, burada bir 10 qalar, 10 üstü mənfi 2 olar. 4 ilə də bunu aparsam 4. Deməli, sürətdə qaldı bir dənə 4 vurulsun. 10 üstü mənfi 2 ilə 10 üstü mənfi 4, 10 üstü mənfi 6. Məxrəcdə də 10 üstü müsbət 9 ilə 10 üstü mənfi 6, 10 üstü müsbət 3 edir. Mən də 10 sürətə çıxardanda 10 üstü mənfi 3 edir. Bunlar da toplananda 4 vur 10 üstü mənfi 9 edir. Yəni bu 4 nan kulona bərabərdir. Cavab olur C variantı. Gəlirəm növbəti suala. Elektrik sabitinin vahidinin əsas vahidlərlə ifadəsi hansıdır? Əvvəla bilirəm ki, K kulon sabitidir. K-nın düsturda 1 bölünsün 4 pi epsilon 0'dır. Məndən bu epsilon 0 istəyir. Epsilon 0'ın vahidi K-nın tərs qiymətidir. Yəni mən K-nın vahidini tapıb tərsinə çevirsəm epsilonun vahidini alıram. K-nın vahidi də nədir? Deməli, belə tapa bilərik ki, F bərabərdir K Q1 Q2 bölünsün R kvadratı. K-nı buradan tapanda olur Fr kvadratı bölünsün Q1 Q2. Qüvvəmin vahidi Newtondur. Məsafəmin vahidi metr kvadratı bölünsün kulon kvadratı. Elektrik sabitində tam tərsi olur. Kulon kvadratı bölünsün Newton vurulsun metr kvadratı. İndi bunu mən açmalıyam. Açaq beynəlxalq sistemdə əsas vahidlərlə göstərək. Deməli, kulonu açaram. Kulon kvadratına amper kvadratı vurulsun saniye kvadratından. Newton da açaram kilogram vurulsun metr. Bir dənə də metr var olur kub. Bölünsün saniye kvadratı da sürətə qalxır. Onda bunu sadələşdirsəm, alınar amper kvadratı vurulsun saniye üstü 4. Bölünsün kilogram vurulsun metrin kubu. Yəni cavab olur B variantı. Keçirəm növbəti suala. Deyir 2 müsbət və 2 mənfi yükdən ibarət elektrik yükləri sistemində neçə cüt cəzb etmə qüvvəsi vardır? Deməli, burada bir dənə müsbət yük göstərirəm. Daha doğrusu 2 müsbət, 2 dənə isə mənfi yük göstərirəm. Baxaq, əks işarəli yüklər bir-birini cəzb edirsə, bu müsbət bu mənfini cəzb edər, bu müsbət bu mənfini cəzb edər. Baxın, bu müsbət bunu, bu mənfi bunu. Deməli, 1, 2, 3, 4 cüt cəzb etmə qüvvəsi mövcuddur. 23 nömrəli sual. Deyir ki, 2 müsbət və 2 mənfi yükdən ibarət sistemdə neçə cüt itələmə qüvvəsi var? Yenə müsbət, 2 dənə də mənfi qoyaram. Deməli, eyni adlı yüklər bir-birini itəlirsə, bu müsbətlə bu müsbət itələnir, bu mənfi ilə bu mənfi yük itələnir. Deməli, burada 2 cüt itələmə qüvvəsi var. Y variantı. 24 nömrəli sual. Yükləri Q2 bərabərdir 2 Q1, kütlələri M2 bərabərdir M1 bölünsün 2 olan 2 yükü zərrəcik bir-biri ilə qarşılıqlı təsirdədir. Yükü zərrəciklər qarşılıqlı təsirdədirsə, Newtonun 3-cü qanuna görə F1 F2-yə bərabərdir. Bunu da belə aça bilərəm. M1 A1 bərabərdir M2 A2'yə. Buradan M1'in qalar yerində A1 bərabərdir. M2'in yerinə M1 bölünsün 2, vurulsun A2 yazsam. Bunlar ixtisar gedir. A2 bərabər olur 2 A1'ə. Cavab oldu B variantı. 25 nömrəli sualda yenə qarşılıqlı təsirdədirlər. Yazıram F1 bərabərdir F2'yə. Buradan da açıram. M1 A1 bərabərdir M2 A2. Yerinə qoyuram. M1 vurulsun A1 bərabərdir 2M1 vurulsun A2'yə. M1'lər də buradan ixtisar gedir. A2 bərabərdir A1 bölünsün 2'yə. Yəni cavab olur A1 bölünsün 2. Gəlirəm o 26 nömrəli suala. A nöqtəsində yerləşən mənfi nöqtəvi yükə təsir edən digər 2 nöqtəvi yük tərəfindən təsir edən qüvvələrin əvəzləyicisi hansı istiqamətdə yönəlib? Baxın, müsbət və mənfi yüklər bir-birini cəzb edir. Baxın, bu müsbət yük mənfini bu istiqamətdə cəzb edir. Mənfi yüklər isə bir-birini itələyir. Onda bunlar da bir-birini itələyəndə baxın bu istiqamətdə çıxar. Yekunda əvəzləyicim 2 istiqamətində yönələr. Cavab olur D variantı. Gəlirəm 27 nömrəli suala. Burada da mənə deyir ki, C mənfi yükünə təsir edən qüvvələrin əvəzləyicisinin qiymətini istiqaməti göstərmişdir. Zərrəciklərin yüklər üçün doğru münasibət. Baxıram ki, əvəzləyici əgər bu istiqamətdə yönəlibsə, C cisminə təsir edən qüvvənin biri bu istiqamətdədir, biri də bu istiqamətdə. Deməli, C mənfidir. Burada C cəzb olunub. Onda deməli, A müsbət imiş ki, C-ni özünə cəzb edib. Burada isə, yəni ikinci halda, baxıram ki, itələnib. Deməli, B mənfi imiş ki, C də mənfi də onu itələyib. Yəni, A müsbət, B mənfi olmalıdır. Cavab A variantı.
Gəlirəm 28 nömrəli suala. Yenə burada da eyni ifadədir. Sadəcə C müsbətdir. Yenə burada da əvəzləyici qüvvənin sola doğru yönəlməsi üçün mənim qüvvələrim baxın bu istiqamətdə yönəlməlidir. Əgər C A tərəfindən cəzb olunubsa mənfidir. Əgər B tərəfindən itələnibsə B də deməli müsbətdir. Yəni mənfi müsbət cavab olur Y variantı. Gəlirəm 29 nömrəli suala. Q1 və Q2 yükləri tərəfindən Q3 yükünə təsir edən əvəzləyici qüvvənin istiqaməti göstərmişdir. Hansı şərt ödəldikdə bu mümkündür? Hər üçünü müsbət götürsəm, bunlar bir-birini itələyir, yekunda əvəzləyici yuxarı yönələr. Bu düzdür. Yəni hər üçünü müsbət götürə bilərəm. Hər üçünü mənfi də götürə bilərəm. Çünki yenə bunlar bir-birini itələyəcək və yekunda mənim əvəzləyicim yuxarı yönələcəkdir. Hər üçü mənfi də ola bilər. Amma qalan variantlar ola bilməz. Çünki, məsələn, tutaq ki, Q3 müsbət oldu, Q1 mənfi oldu, Q2 mənfi oldu. Onda bunlar tərəfindən cəzb olunur. Bu zamanda nə baş verər? Əvəzləyici aşağı yönəlməlidir. Və yaxud tam tərsi. Q3 mənfi olsun və Q3 müsbət olsun, bunlar mənfi olsun. Və yaxud Q3 mənfi olsun, bunlar müsbət olsun, yenə eyni qaydadır. Yəni digər şərtlər ödənmir. Yalnız 1-2 olur cavab. Sonuncu sualımız 2 nöqtə və 3 arasındakı məsafəni 3 dəfə azaltdıqda onlar arasındakı qarşılıqlı təsir qüvvəsi 320 mikronewton artır. Qüvvəlinin əvvəlki qiymətini hesablayın. Məsafəni 3 dəfə azaltdıqda R2 bərabər olur R1 bölünsün 3-ə. Qüvvə 320 mikronewton artdısa F2 bərabər olur F1 üstəgəl 320-yə. Mən düsturu bilirəm ki, F bərabərdir K, Q1, Q2 bölünsün R kvadratına görə. Qüvvəm radiusun məsafənin kvadratından tərs asılıdır. Onda F1 bölünsün F2 bərabərdir. R2 bölünsün R1-in xaricdən kvadratı. F1 yoxdur. F2-in yerinə qoyuram F1 üstə gəlsin 320. Bərabərdir. R2 var. R1 bölünsün 2-dir. 3-dür. Vururam R1-ə. Bunun kvadratı. Bunlar gedir. 3-də 1-in kvadratı 9-da 1-edir. Çarpaz vururam. 9 F1 bərabərdir. F1 üstə gəlsin 320-yə. Buradan 8 F1 bərabərdir 320-yə. Onda F1 bərabər olur 40 newtona. Mikronewtona. Cavab oldu 40 mikronewton.